بسم بسم الله الحمد لله رب العالمين، والصلاة والسلام على أشرف الأنبياء المرسلين سيدنا محمد وعلى آله وصحبه أجمعين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي. رب يسر ولا تؤسر، رب تم بخير، رب زدني علما وفهما وإيمانا. أما بعد، السلام عليكم ورحمة الله وبركاته. Devam edici dersimiz inşallah. Yumru dairə bir də uzun dairədir. Bir də ki, onu da qeyd edim ki, keçən dəfə onu qeyd etməmişdim. Burada fikir verdiyimiz kimi burada bəzi sözlərdə burada məd hərfi var və biz burada məd hərfini silirik. Burada məd hərfi var. Biz məd hərfini silirik. Nə üçün silirik? Onu da deyim ki, ərəblər iki sükunlu hərfdən qaçırlar deyə, ona görə bir məd hərfini silirik. Ehdina sıratal müstəqim, belə deyil. Ehdina sıratal müstəqim, belə demək yanlışdır. Ehdina sıratal müstəqim. Amma burada məd hərfi kimi elə uzadır. Ehdina sıratal müstəqim. Belə oxuyuram inşallah. Deməli, dərsimizə keçək inşallah. Mhm. Deməli, yumru dairədən başlayaq. Quranda yumru dairə sözün ortasında və sonunda gələ bilər. Harda gəlir, gəlsin, vəqf edəndə də, vəsl edəndə də, yəni dayananda da, davam edəndə də oxunur. Uzunsov dairə, uzunsov dairə yalnız sözün sonunda gələ bilər və yalnız zərfin üzərində gəlir. Bu dairə Quranda 7 yerdə yazılır və buna 7 əlif qaydası da deyilir. Bu sözlər vəqf etsək, bu əlif oxunur və əlif oxunur və 2 hərəkə miqdarında azalır. Amma vəslə isə əlif oxunmur. Burada qeyd olunub inşallah. Burada ənəm, gördüyünüz kimi ənəm. Ondan sonra ləkinnə kəsrəsi 38-ci ayədə ləkinnə huvallahu rabbi və lə uşriku bi rabbi əhədə. Bu ayədə ləkinnə. Ondan sonra burada əvvünunə. Ondan sonra da ər-rasulə. Bu ər-rasulə də ər-rasulə Əhzab surəsi 66. Burada Əhzab surəsi 10'dur. Əhzab surəsi 10'dur bu. Ondan sonra Əs-Səbilə, Əhzab surəsi 67. Ondan sonra bir də sıra var. Əs-Sələsilə, İnsan surəsi 4. Qavarira, İnsan surəsi 15-ci ayə. Lakin onu da qeyd edim ki, qavarira kəlməsi 15-ci ayənin sonunda və 16-cı ayənin başlığında gəlir. 15-ci ayədəki uzunsov dairədir, 16-cı ayədəki yumru dairədir. Ona görə də yumru dairənin qaydası necəsə onu da edirik. 16-cı ayədə. Yəni oxunmur. Ondan sonrakında qeyd edim ki, sələslə sözündə əlif yumru dairə ilə gəlir. Amma uzunsov dairə kimi oxunur. Quranda sələslə sözü yumru dairə ilə gəlir və köl var onun. Əlif silinir, oxunmur. Sələsil. Belə oxuyuruq. Sələsilə oxumuruq. Sələsil. Və yaxud da əlif oxunur, sələsilə oxuyuruq. Bugünkü dərsimiz bu qədər və axırı davana. Elhamdülillahi Rabbil alemin.